Bismillahirrahmanirrahim. Değerli izləyicilər, sizləri Qədirxum bayramı münasibəti ilə təbrik edirəm. Qədirxum bayramı müsəlmanlar üçün ən önəmli bayramlardan biridir. Çünki bu gündə, Qədirxum günündə müsəlmanların Peyğəmbərdən sonraki müqəddəratı həll olunurdu. Yəni, növbəti bir ilahi əmr insanlara çatdırılmalıydı. Bu əmr ilahi təyinatın bəşəriyyətə açıqlanması əmridir ki, necə həmən ayədə Allah Peyğəmbərə təkid eləyir ki, ey Peyğəmbərim, sənə vəhy olunanları, sənə deyilənləri insanlara çatdır, bunu etməsən öz Peyğəmbərlik missiyovu tamamlamamısan. Yəni, bu əhəmiyyətli məsələ nə idi? O əhəmiyyətli məsələ o idi ki, Peyğəmbəri Allah təyin elədiyi kimi, imamları da Peyğəmbərdən sonra, Peyğəmbərlikdən sonra Allah özü təyin eləyir. Yəni, Quran-ı Kərimdə Allah Təbarəkə və Teala belə buyurur. İzibtələ İbrahimə Rəbbuhu bi kəlimat və ətəmməhunnə. Allah İbrahimi imtihan elədi. İbrahim bunu müvəffəqiyyətlə tamamladı. Qala inni cailuka linnasi imama. Allah bu imtihanı verdikdən sonra öz peyğəmbəri olan, Ülul Əzm peyğəmbəri olan İbrahim əleyhisselamı imamətə təyin elədi. Allah təyin elədi. İnni cailuka linnasi imamə. Biz səni ümmətə imam təyin elədik, insanlara imam təyin elədik. Yəni, imamətin təyinatı Allahın əlindədir. Yalnız İbrahimin mi? Xeyr, ayə bunu da deyir. Qalə və min zürriyyəti, İbrahimdir, məndən sonra gələn zürriyyəmin də imamət haqqı varmı? Allah buyurur ki, o da bizim əlimizdədir. La yenalu əhdil zalimin. Mənim əhdim zalimlərə yetməz. Bəli, səndən sonra sənin zürriyyətində kim zalim olarsa, ona vermərik bu imaməti. Zalim olmayanlara, ədalətli olanlara verərik. Yəni, bu missiya Qədirxumda tamamlanırdı. Yəni, bu missiyanı ki, Peyğəmbər icra eləyirdi, özündən sonra ilahi təyinatın kimin üzərində olduğunu müəyyən elədi. Və ona görə insanları yığdı, əhd aldı onlardan. Mən hər kəsin mövlasıyam, Əli onun mövlasıdır. Və bu təyinat özü onu göstərdi ki, həqiqətən də bu təyinatla davam edəcək İslam böyük bir gücə çevrilə bilərdi, böyük bir nüfuza sahib ola bilərdi, bütün dünyanı əhatə eləyə bilərdi. Qədirxum bayramı müsəlmanların Peyğəmbərdən sonra hərəkət istiqamətini müəyyənləşdirən bir hadisə idi. Yəni, Peyğəmbərdən sonra nə etməliyəm sualının cavabını müəyyənləşdirirdi. Ona görə də imamətin təyinatı burada zəruri idi. Bu etiqadi bir məsələdir, Qədirxum məsələsi. Ki, Peyğəmbərdən sonra bizim imamımız kimdir? Allah ki, Peyğəmbəri təyin eləmişdi. İndi Peyğəmbər imamı təyin elədi ki, məndən sonra imam kimdir? Və eyni zamanda göstəriciləri də qoydu, zalimlərdən, fasiqlərdən imam olmaz. Allahın Rəsulü buyurur ki, və la yenalu əhdi zalimin, yəni mənim əhdim zalimlərə yetməz. Bu o deməkdir ki, yəni imam o kəs ola bilər ki, heç vaxt Allahdan qeyrisinə səcdə eləməmiş olsun. Heç vaxt Allahdan qeyrisinin əbdi, qulu olmamış olsun. Buyurur ki, bu yalnız mənə və qardaşım Əliyə məxsusdur. Yəni, səhabələr arasında Əlidən və Peyğəmbərin özündən başqa kimsə yox idi ki, ömrünün əvvəlini bütə sitayiş eləməmiş olsun. Bəs o bütə sitayiş edən dövr zülm dövrü idi, zülmət dövrü idi. Zalimlərə də imamət çatmaz. İkincisi buydu ki, imamət bəşəriyyətin idarəsi üçün idi. Bəşəriyyətin həqiqətinin idarəsi üçündür. İmam təkcə məhdud bir cəmiyyəti idarə etmək üçün deyil. İnsan o cəhətdən ki, insandır,
onu idarə eləmək üçündür. Onu ruhən idarə eləmək üçün, onu cismən idarə eləmək üçün, onun dünyasını idarə eləmək üçün, onun axirətini idarə eləmək üçün təyin olunan bir məqamdır. Və bu məqama da Peyğəmbərdən sonra ikinci bir şəxsiyyət yox idi ki, təyin olunmuş olsun. O da Əli ibn Əbi Talib idi. Onun isməti haqqında Quran buyurubdur, onun yolunun doğruluğu haqqında Quran buyurubdur, onun vilayəti haqqında Quran buyurubdur. Bunlar başqa bəhslərdir. Və fəzilət məsələsi. Əlidən fəzilətli Peyğəmbərdən sonra ikinci bir adam yox idi ki, Qədirxumda o məqama təyinat almış olsun. Yox idi. Çünki Peyğəmbər özü dəfələrlə mən bu gün bayrağı elə bir şəxsin əlinə verəcəyəm ki, Allah ondan razıdır, o Allahdan razıdır. Əli üçün dedi bunu. Və fəzilətdə Əlidən üstünü yox idi. Bəs bu fəzilətli insan, Allah yanında rəzayət qazanmış bir insan, insanların dünya və axirətini idarə eləyə bilərdi. Bundan qeyriləri eləyə bilməzdi. Nümunə. Qədirxum bir nümunə təqdimatı idi. Qədirxum bir nümunə təqdimatı idi ki, orada olan bütün insanlara göstərirdi ki, əgər yolunu azmaq düşüncəsində olanlar varsa Əliyə baxsın, doğru yola qayıtsın. İnnəl haqqə mə'əl Əli və Əliyyum mə'əl haqq. Həqiqətən haqq Əli iləndir, Əli həqləndir. Peyğəmbər bu şüarla istiqamət verdi ki, siz həyat nümunəsini buradan götürün, hökumət nümunəsini buradan götürün, idarə etmə nümunəsini buradan götürün, ədalətli bir demokratik hüquqlar təmin olunan bir cəmiyyət qurmaq istəyirsinizsə, Əlidən götürün. Əli bunu qurmağa qadir idi. Əli bu cəmiyyət. Çünki özündə bu müsbət xüsusiyyətlərin hər biri var idi. Qədirxum Əlinin fəzilətlərindən birini də təsbit elədi ki, əgər yolunuzu azsaz bilin ki, Əlidən kənardasınız. Çünki Əlidə bir fədakarlıq var idi. Əli əleyhissalam Qədirxumda təyin olundu. Səhabələr onu təbrik elədilər, ona beyyət elədilər. Lakin Peyğəmbər dünyasını dəyişən kimi bu beyyət yaddan çıxdı və cəmiyyət uçuruma doğru getdi. Və Əli əleyhissalam İslam camiyyəsinin təhlükəsini gördü və ona görə səsini çıxarmadı. Çoxları gəldi, ya Əli biz səni inənik, gəl biz sənə dəstək ola, bunlara boyun əymə. Əli əleyhissalam da mən sizsiz də onların öhdəsindən gələ bilərəm. Amma bizim onlara qarşı çıxmağımız İslam üçün bir fəlakət gətirə bilər. Böyük təhlükələr, Rum imperatorluğunun, İran imperatorluğunun təhlükələri var idi. Əli əleyhissalam bu təhlükəni görüb daha az ziyana tərəf getdi. Və İslamı parçalanmaqdan, bölünməkdən qoruya bildi. Çünki müsəlmanlar elə düşüncə ilə İslam olmamışdılar. Düşüncə ilə İslam olsaydılar, dərin əqidədə, etiqadda bir İslam olsaydılar, Qədirxumu unutmazdılar. Əleyhissalam gördü ki, bunlar dünən olan Qədirxumu unudublarsa, 23 il bundan qabaq gələn İslamı o dəqiqə unudarlar. Os və Xəzrəc qəbiləsinin Səqifədə yığışması bunun nümunəsi idi. Ona görə əleyhissalam sustu. Bəs Qədirxum bəşəriyyətin idarə olunması üçün təyin olunmuş bir ritual idi, bir əmr idi və müsəlmanlar bundan ciddi dərs götürməlidirlər. Əgər müsəlmanlar Qədirxumdan doğru dürüst nümunə götürsəydilər, bugün İslam dünyası bu acınacaqlı vəziyyətə düşməzdi, aslı vəziyyətə düşməzdi, kölə vəziyyətə düşməzdi. Qədirxum azadlıq tədbiri idi. Qədirxum azadlıq hərəkatı idi. Bütün milli, mənəvi, bütün irqi, qövmi təəssüblərdən azad olub, təmiz, xalis Allah bəndəsinin necə olmalı olduğunu təyin edən bir gün idi. Bir daha bayramınız mübarək.